Hə, Lalə xanım, inansız bayaqdan eşitmişəm. Bədənim əsiri həyəcandan. Dünən Hövsanda tanış qız var, onun gözünün qabağında uğrayıblar. Uşağı deyir nə qədər qaçdı cəmaət kömək eləməyə. Maşına basıb aparıblar. Qara maşındır, arxa və qabaq nömrələri yoxdur. Arıq hündür deyir, oğlan sürür maşını. Bir neçə deyir, belə qadındır. Dəhşətdir, xəbərlər zaten heç nə göstərmir. Amma burada Hövsanda biz dəli olmuşuq. Gör neçə gün məktəbdən uşaqları oxuyurlar. Birini ölü tapıblar, uşağın orqanları yoxdur. Birini nə bilim qapının ağzına gətirib qoyublar. Uşağın bədənində tikiş şey, aparıb yoxlayıblar ki, böyüyünün birini çıxardıblar. Nə bilim, dəhşətdir, dəhşət. Dəhşət bir şey bu da baş alıb. Razində də belə bir şey olub. Bir Padruqama da xəbər gəldi ki, Qubada da belə bir şey olub. Qara maşın da deyir, bir dənə də hündür oğlandır. Oğrayır, ananın qabağından 2-3 metr uşaqla arası olur. Ananın qabağında oğrayır, aparır. Elə Elə uşaqları tək buraxma ya bayra, məktəbə zada. Da əməli başda bu xaçmaza gəliblər uje. Qubada bir dənə uşağı iraq olsun, parçayı aparıb atıblar. Qan içənlər hər formada gəzirlər, polis formasında gəzirlər, başqaca formada gəzirlər. Qara bir maşındır, arvadlıdır, arvadlar çoxdur. Qubanın kəndində bir uşağı məktəbdən oğurlayıb aparıblar qız uşağını. Sonra burada Xaçmazda 2 nömrəli məktəb harasa bir dənə qız uşağı bu gün yoxdur, yoxa çıxıb. 2-ci sinif uşağı. Valideynin qardaşı